Salam, dəyərli uşaqlar. Deməli, bu gün geosiqnallar və platformalar mövzusundan test 9-a biz baxacağıq indi. İndi isə keçən testlərin izahına. Birinci sualda deyir ki, qədim platformaların verilmədiyi cərgəni müəyyən edin. Qədim platformaların verilmədiyi cərgələri indi biz müəyyən etməliyik. Deməli, Turan və Qərbi Sibir ikisi də cavan platformadır. Bunlar yəni qədim platforma verilmədiyi deyirsə, təbii ki, cavanları deyir. Bu tamamilə elə doğrudur. A variantı. Şərqi Avropa qədimdir. Afrika Ərəbistan qədimdir. Antarktida, Şərqi Avropa bunlar qədim platforma olduğu üçün bu cavanları bizdən soruşur. Turan və Qərbi Sibir isə cavandır. Bu düzgün cavab variantımız A-dır. A variantıdır. Sonra növbəti test tapşırığına baxaq. Qeyd edir ki, burada platformanın quruluşuna görə hansı qatdan ibarət? Biz də bilirik ki, platformanın quruluşuna görə 2 qatdan ibarətdir. Altda belə deyək, kristalik bünövrə qatı, yuxarıda isə çökmə qat var. Bu da bunun əsas hissəsidir. Bəzən də bu kristalik bünövrə burada, kristalik bünövrə qatı buradan səthə çıxır. Bunlara da biz qalxan və sipər adlandırırıq. Sipər. Buna görə də indi burada da variantlarımız arasında astenosfer, Benioff, astenosfer, magmatik suxur deyil. Burada düzgün variantımız A variantıdır. Yəni bu variantı hesab olunacaq düzgün. Geosiqnalda yerləşən yaylalar. Bu əsasən seysmik ərazilərdə olan yaylaları biz götürəcəyik. Braziliya platformadadır. Anadolu geosiqnaldadır. Meksika geosiqnaldadır. Tibet ümumiyyətlə geosiqnaldadır. İran geosiqnaldadır. Orta Sibir platformadadır. Burada sonra Efiopiya platformadadır. Dekan platformadadır. Gviyana geosiqnaldadır. İran, fikir verin, Meksika və Anadolu üçü də geosiqnaldadır. Sonra Şərqi Afrika, Braziliya bu platformadadır. Burada görürsüz, geosiqnal yəni seysmik proseslərin çox baş verdiyi ərazilərdə olan düzənlikləri, yaylaları deyir. Biz də burada bunları seçdik. Sonra cavan platformalara baxaq. Cavan platformalar hansılar idi dedik? Turan, Qərbi Sibir. Burada məsələn Meksika, Braziliya bunlar qədimdir. Bunlar Pladan-Kür arası ümumiyyətlə geosiqnallarda yerləşir. Meksikada öz geosiqnaldadır. Braziliya, Orta Sibir platformadadır. Anadolu da geosiqnalda yerləşir. Sonra burada deməli Şərqi Avropa qədimdir. Burada Turan, Qərbi Sibir bəzi belə deyək, dərsliklərdə Almaniyanın, Polşanın da adı cavan platforma kimi keçir. Ancaq dərsliklərdə bizdə əsas bilin hansılardır? Turandır. Turan, Qərbi Sibir, bir də Ön Qafqaz. Ön Qafqaz. Bax bu ərazilərdir. Yadınızda saxlayın. Əsas cavan platformalar. Cavan platformaların yerlərini müəyyən edək. Fikir verin burada. Qərbi Sibir, Turan, Ön Qafqaz. 2, 3, 4. Cavab B variantı. Sonra növbəti sualda deyir ki, müvafiq olaraq qədim və cavan platformalar. Qədimlər hansılar idi və cavanlar hansılardır? Ön Qafqaz, Qərbi Sibir, Turan. 1, 3, 4 cavandır. Qalanlar isə qədimdir. 2, 5, 6 isə qədim. Cavab C variantı. Zəlzələ baş vermə ehtimalı çox olan ölkələr. Bunlar daha çox seysmik qurşaqda yerləşən ölkələrdir. Burada məsələn Skandinaviya platformada yerləşir. Sonra Appalaç qədim dağdır. Burada zəlzələ olmur. Böyük Suarci qədim dağdır. Skandinaviya həmçinin qədim dağdır və platformada yerləşir. Burada Qafqaz, Pamir və Tyan-Şan dağlar cavab D variantıdır. Tyan-Şan qədimdə olsa 4-cü dövr tektonik proseslərində dağ əmələ gəlməsində qalxmalar baş verib, yəni fəallaşıb, bu da orada yerləşir. Ona yaxın yerləşdiyi üçün. Qalxanlar harada rast gəlinir? Yadınızda saxlayın, yaylalarda daha çox olur. Orta Sibir yaylasında, bir də ki, Şərqi Avropa yüksəkliklərində var. 1, 3 cavab A variantı. Zəlzələnin az olma ehtimalı olan ölkələr əsasən platformada yerləşir. Məsələn, geosiqnalda Çili yerləşir, Türkiyə yerləşir, İtaliya yerləşir, Avstriya yerləşir, Yaponiya yerləşir. Burada Finlandiya, Danimarka, Norveç hamısı platformanın kənarlarında, platformada ümumiyyətlə yerləşir. Sxemat süxurların deyir hansı yatım forması təsvir olunub?
Bu formada yatım qırılma zonalarında yaranır. Qırılmada qalxan hissələr olur deməli horslar, çökən hissələr isə olur qrabenlər. Burada da indi görürsüz, burada olacaq A variantı hors. Çünki qalxanı göstərir, yuxarı istiqamət qalxmağı göstərir. Sonra qədim platforma üzərində yaranmış düzənliklər hansılardır? Deməli, burada fikir verin. Burada Orta Sibir, Dekan, Şərqi Avropa, bu PADAN ümumiyyətlə geosiqnaldadır, yadınızda. Kür-Araz geosiqnaldadır, Anadolu geosiqnaldadır, Meksika ilə geosiqnaldadır. Elə burada cavab A variantıdır. Şərqi Avropa, Orta Sibir, Dekan. Bunlar deməli, üçü də qədim platforma üzərində formalaşıb. Güclü vulkanizm olan yarımadalar, vulkanizm daha çox seysmik ərazilərdə olur. Apenin, Kamçatka əraziləri daha çox seysmik qurşağa düşür. Burada həmin o qurşağa baxsaz, Kamçatkadır, Apenin yarımadalarıdır. Bunlar güclü vulkanizm, həm vulkanların da olduğu ərazilərdir. 2-3. Cavab B variantı. Geosiqnal qurşağın tektonik əyilmə sahələrində əmələ gələn düzənliklər. Geosiqnal qurşağın tektonik əyilmə sahələrində əmələ gələn düzənliklər hansılardır? Tektonikdir və əyilmədir, geosiqnaldır. Əyilmələrdə ən çox ovalıqları yadınızda saxlayın. Elə burada cavab Kür-Araz, PADAN və Kolxida ovalıqlarıdır ki, bunlar əsasən geosiqnalda yerləşən hamar, çökmə hissələrdir, düzənliklərdir. Cavab E variantı. Müasir geosiqnalda sərhədlərində yerləşən dənizlər. Burada da dənizlərin yerini biz müəyyən etməliyik. Burada deməli geosiqnal ərazilərdə Yaponiya, sonra Yava yerləşir. Şimaldır, Karadır, Baltikdir, platformadadır. Bir də Karibdir. 2, 3, 6 əsasən geosiqnal ərazilərin sərhədlərində, yəni ona yaxın yerləşən dənizlərdir. Platforma aid olmayan əlamət. Geosiqnal inkişafın son mərhələsində yaranan düzdür. Qranit qatı yoxdur, var. Üzərində əsasən düzənliklər yerləşir, bəli. Seysmik cəhətdən sabitdir, bəli. Avrasiya böyük platformaların sayı çoxdur, bəli. Burada düzgün cavab variantımız qranit qatı yoxdur. Yox, olmalıdır. Yəni qranit qatı var, platformada. Bu düzgün cavab variantımız budur, B variantı. Xəritə sxemə əsasən deyir ki, iştiraklanmış ərazi nəyi ifadə edir? Fikir verin, bax, bunlar seysmik qurşaqlara uyğun gəlir, fikir verin. Bu tektonik cəhətdən fəal olan qlobal sıxılma zonalarıdır. Neft daşımaları deyil, divergent havalar deyil, okean mineral resursu ən çox yayıldığı xeyr, okean dayazlığının geniş yayıldığı hissədir xeyr. Bu da səhvdir. Cavab elə burada A variantıdır. Tektonik proseslərin intensiv getdiyi ərazi. Hansı ovalıq seysmik proseslər çox zəif gedir? Hansı ovalıqlarda, yəni geosiqnallardan kənar olan Kürdür, Kolxidadır, geosiqnalda yerləşir. Yəni bu səhvdir. Burada Mississippidir, bir də Amazondur ki, bunlar əsasən platformada yerləşdiyindən burada seysmik proseslər zəif gedir. Cavab variantımız oldu Y variantı. Geosiqnalda yerləşən diri ovalıqları müəyyən edin. Geosiqnalda yerləşən, bir də platforma. Geosiqnalda yerləşən ovalıqlardan hansılardır? Kolxidadır, PADANdır. Burada geosiqnalda yerləşən 1-5. Bir də ki, platformada yerləşənlər, məsələn, Almaniyadır, ondan sonra Hindqang ovalığıdır. La Platanda götürmək olar burada. Deməli, olacaq burada düzgün cavab variantımız geosiqnala 1-5, platforma isə 2-4. La Plata və Almaniya, Polşa ovalığı, bunlar platformada yerləşirlər. Qədim platformanın kristalik bünövrəsi yer səthinə yaxın yerləşməsinə səbəb olur. Burada flis faydalı qazıntıların çox olmasına gətirib çıxardır və buradan çoxlu, belə deyək də, açıq üsulla faydalı qazıntıların çıxarılmasını rahatlaşdırır. Seysmik proseslərin intensiv, çox zəif getdiyi ərazilər, bunlar qədim ərazilərdir, platforma ərazilərdir. Pamirdir, Cavan dağıdır, Kür-Arazdır, geosiqnallarda yerləşir, Meksikadır, geosiqnalda yerləşir. Burada 1 ilə 2 əsasən həm qədim dağ, həm də qədim platformada yerləşən düzənlik olduğu üçün burada A variantı olacaq. Müasir geosiqnallarda yerləşən yarımadalar Pirineydir, sonra Kaliforniyadır. Bax, bu 1, 2, bura düzgündür. Skandinaviya, Labrador, Florida, bunlar platformada yerləşən yarımadalardır. Litosfer havaların üfüqi hərəkəti səbəb olur nəyə?
Atmosfer yağıntıların çox olması deyil, orta okean sistemlərinin yaranmasıdır, zəlzələlərin, vulkanların baş verməsidir, qırışıq dağların yaranmasıdır. Burada 2, 4, 6 düzgün cavab variantımız C variantı. Geosinklinal sahələrdə yerləşən ərazilərdəndir. Geosinklinal sahədə yerləşən ərazilərdən təbii ki, Labrador platformadır, Braziliya platformadır, Böyük su ayrıcı Qədim Dağ platformadır, Ural platformadır, Saxalin adası isə Asiyanın şərqində yerləşən geosinklinal ərazilərdən biridir. Sonra xəritə sxemində iştiraklanmış ərazilər əsasən hansı vulkanizm regionudur? Burada vulkan yoxdur, bu hissədə yoxdur, bu hissədə yoxdur, burada yoxdur ümumiyyətlə vulkan. Burada var, bəli, Krakatau, Semero, Krenç kimi vulkanlar bu ərazilərdə yerləşir. Zəlzələ və müasir dağ əmələ gəlmə prosesinin zonasına aid olmayan yarımada. Yəni burada geosinklinal ərazidə deyil də. Balkan geosinklinal ərazidədir. Koreya geosinklinal ərazidədir. Sonra Kamçatka geosinklinal ərazilərdədir. Kiçik Asiya geosinklinal ərazilərdədir. Apenin geosinklinal ərazidədir. Burada aid olmayan deyir. Apenindir, sonra Kamçatkadır, Kiçik Asiyadır, getdi, Balkandır. Elə burada bunu bir dənə fikir verməmişik. Burada deməli Koreyanın şərq hissəsi əsasən platformadır. Çin platformasına düşür. Yəni seysmikdən biraz uzaqdır. Yaponiya isə daxildir bura. Və burada fikir verin, deməli B variantına. Skandinaviya qədim platformadadır. Koreya şərqi Çin platformasının bir hissəsidir. Floridada yenə Şimali Amerikanın cənub hissəsində yerləşən yarımadadır. Burada düzgün cavab variantımız B variantı. Sonra növbəti sual belədir. Deyir ki, burada hansı təsvir olunub, hansı relyef forması, hansı proses təsvir olunub. Burada qədim geosinklinal ərazi deyilən bir şey yoxdur. Seysmik qurşaqlar təsvir olunub. Məsələn, Ant Kordilyer, Orta Okean silsiləsi, sonra Alp Himalay, sonra Sakit Okean odlu qövsü. Bax, bu hissələr platformanın seysmik zonalarıdır. Yəni seysmik ərazilərdir ümumiyyətlə, toqquşma zonalarıdır. Deyir ki, geosinklinalda və platformada yerləşən dənizlər. Geosinklinalda Yaponiyadır, Egeydir. Sonra burada yerləşən Karibdir. 1, 4, 6, yəni geosinklinalda yerləşəndir. 2, 3, 5 isə Baltik, Bafin, Şimal isə platformada yerləşən dəniz hesab olunur. Burada düzgün cavab variantımız C variantı.